Funksiyada soruşur bizdən ki, y bərabərdir. A parametrin hansı qiymətində, daha doğrusu y bərabərdir. 2ax plus 3a kvadrat minus 14a funksiyasının qrafiki ordinat oxunu mənfi hissədə kəsir. Yəni, ordinat oxu dediyi y oxu. Bu y, bu isə x. Baxın, bu şəkildən göründüyü kimi, əgər burada bu funksiyada deməli k bərabərdir 2a-dır, b bərabərdir 3a-nın kvadratı çıxılsın 14a-dır. Deməli, bu funksiyada qrafiki ordinat oxunu mənfi hissədə kəsir deyirsə, bax bu qara xətlə ifadə elədiyimiz şəkildə olan bir qrafikdən gedir söhbət. Yəni, bunun y-i mənfi istiqamətdə, yəni aşağı istiqamətdə keçir. Burada nə baş verir? Burada funksiyanın b-si sıfırdan kiçikdir. Amma digərində, məsələn, yaşıl xətdən göstərdiyimiz hissədə b sıfırdan böyükdür. Niyə? Çünki sıfırdan yuxarıda, mənfi istiqamətdə deyil, müsbət istiqamətdə kəsir qrafiki. Bu bizdən mənfi istiqamətdə kəsir sözü deyirsə, deməli ki, bunun bu b-si biz nə etməliyik? Sıfırdan kiçik yazmalıyıq və bərabərsizliyi həll eləməliyik. Onda belə yazaq. Funksiya b-si belədir. 3a kvadratı çıxılsın 14a kiçikdir sıfırdan. A-nı mötərizə xaricdən çıxardırıq. A-da bərabərsizlik qaydası kimi həll edirik. 14 kiçikdir sıfırdan. İnterval xəttində bəli, sıfırı və 3-də 14-ü qeyd edirik. Və interval üsulu ilə bunun harada ödəndiyini tapmağa çalışırıq. Məsələn, sıfırdan kiçik qiymətlər versək, müsbət, 3-14-dən müsbət sonsuzluğa qiymət versək, burada müsbət olmuş olur, burada mənfi olmuş olur. Demək, bizə lazım olan nöqtə 0 ilə 3-də 14 arasındadır. Bu bizdən məsələnin şərtində A-nın neçə tam qiymətində sözü soruşur, saylarını soruşur yəni bizdən. Aydın məsələ ki, bunu ödəyən cavablar nədir? 1-dir, 2-dir, 3-dür və 4-dür. Deməli, A-nın 4 dənə qiymətində cavab, doğru cavab 4. 4 dənə qiymətində bu funksiyanın qrafiki ordinat oxunu, bax bu şəkildə göründüyü kimi, bax bu aşağı istiqamətdə keçir. B sıfırdan kiçikdir, yəni bu istiqamətdə keçir.